Bu məqamda Tiflisdə yerləşən Mirzə Fətəli Axundovun ev muzeyinin hazırladığı video çarxa tamaşa etməyə dəvət edirik. Tiflisdəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyindəyəm. Hazırda olduğum məkan böyük ədibimizin iş otağı kimi tərtib olunub. Bu otaqda Qori müəllimlər ssenariyasının Azərbaycanlı məzunları adlı gövşə var. Mirzə Hüseyn Qayıbzadənin fotoşəklinin məhz bu gövşədə yer alması təsadüfi deyildir. Belə ki, məlum olduğu kimi, Qori müəllimlər ssenariyasında Azərbaycan dili bölmənin yaradılması Mirzə Hüseyn Qayıbzadə və onun yaxın dostu Mirzə Fətəli Axundovun adı ilə bağlıdır. Məhz bu iki görkəmli şəxsiyyətimizin sayəsində Qori müəllimlər ssenariyasında Azərbaycan dili bölmə açılır və 1879-cu ildən etibarən həmin bölmə fəaliyyətə başlayır. Mirzə Hüseyn Qayıbzadə özü də bu təhsil ocağında 2 il ərzində şərq dilləri üzrə müəllim vəzifəsində çalışıb. Mirzə Hüseyn Qayıbzadə Zaqafqaziya müftisi vəzifəsinə 1884-cü ildə təyinat alıb və bu vəzifədə 33 il çalışaraq böyük xidmətlər göstərib. Özü təyinat haqqında bu sözləri söyləmişdir. Mən heç vaxt din xadimi olmamışam və dini ayinləri heç vaxt yerinə yetirməmişəm. Lakin mənə təklif olunan vəzifəni qəbul edəcəyəm, çünki inanıram ki, məhz bu vəzifədə xalqıma daha çox fayda verə biləcəyəm. Mirzə Hüseyn Qayıbzadə çox nüfuzlu din xadimi idi. Onun Tiflisdə böyük nüfuzu və hörməti var idi. Onun istər gürcü, istər rus, istər erməni din xadimləri arasında da dostluq etdiyi şəxslər var idi. 1914-cü ildə Tiflisdə nəşr olunan Qafqaz qəzetinin sayılarından birində Mirzə Hüseyn Qayıbzadənin müftiliyinin 30-cu il dönümündə nəşr olunan bir məqaləyə rast gəlmişəm. Həmin məqalədə qeyd olunub ki, Mirzə Hüseyn Qayıbzadə rəsallığında Tiflisdə özünə 2 abidə ucalda bilib. Bu abidələrdən birincisi Tiflisdə hazırki Cümə məscididir. Mirzə Hüseyn Qayıbzadənin sayəsində toplanan iyanələrin hesabına həmin məscid genişləndirilir. Əgər əvvəllər həmin məsciddə 100 nəfər ibadət edə bilirdisə, genişləndirilmədən sonra 2000-ə yaxın şəxs ibadəti yerinə yetirə bilirdi. İkinci abidə isə Mirzə Hüseyn Qayıbzadənin təşəbbüsü ilə yaradılan sünni mədrəsəsi idi. Mirzə Hüseyn Qayıbzadə hətta mədrəsədə təhsil alan yoxsul ailələrdən o uşaqlara dəstəyini əsirgəmirdi. O, həmin uşaqları mədrəsənin nəzdindəki yataqxana ilə təmin edirdi. Mirzə Hüseyn Qayıbzadə qızların təhsil olmasının tərəfdarı idi və bu istiqamətdə fədakarcasına yorulmadan mübarizə aparırdı. O, bütün çıxışlarında qızların təhsilli olmasının əhəmiyyətini xüsusilə vurğulayardı. O, deyərdi ki, ailənin, millətin, dövlətin möhkəm təməli kişilərlə yanaşı qadınların da təhsilli olmasıdır. O, bunu öz ailəsində çox yaxşı göstərirdi və özü ailəsi ilə birgə çox ibrətamiz bir nümunə idi. Mirzə Hüseyn Qayıbzadənin kürəkəni olmuş görkəmli hərbi xadimimiz Əliağa Şıxlinski öz xatirələrində yazır ki, Mirzə Hüseyn Qayıbzadə həyat yoldaşı Səadət xanımını heç vaxt çadıra geyməyə məcbur etmirdi. O, xanımını gizlətmirdi və hətta Səadət xanım kişilərin də iştirak etdiyi xeyriyyə məclislərinə qatılardı. Mirzə Hüseyn Qayıbzadənin 2 qızı Nigar və Gövhər xanım Zaqafqaziya Qızlar İnstitutunu fərqlənmə ilə bitirmişdilər və məlum olduğu kimi Nigar Mirzə Hüseyn Əfəndi qızı Şıxlinskaya ilk Azərbaycanlı şəfqət bacısı kimi tariximizə düşüb. Mirzə Hüseyn Qayıbzadənin ədəbiyyatımızda da böyük xidmətləri olub. O, ədəbiyyat irsimizin sistemləşdirilməsində böyük rol oynayıb. Dostu, böyük ədibimiz, dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun tövsiyəsinə əsasən o, Azərbaycan şairlərinin şeirlərindən ibarət topluq hazırlayır və daha sonra bu topluğun əsasında Zaqafqaziya Arxeografiya Komissiyasının sədri Adolf Berje Azərbaycan şairlərinin şeirləri kitabını dərc etdirir. Mirzə Hüseyn Qayıbzadə ömrünün sonuna qədər xeyriyyəçiliklə məşğul olub. O, hətta vəfatından öncə belə bir vəsiyyət eləmişdi ki, onun tabutu üçün gül çiçəklər, əklilər alınmasın və onlara sərf olunacaq pul xeyriyyə məqsədlərinə yönəldilsin. Mirzə Hüseyn Qayıbzadə 1917-ci il fevralında 87 yaşında Tiflisdə vəfat edib.